Salam, hər vaxtınız xeyirli olsun dəyərli izləyicilər. Kanalımızda hər birinizi xoş gördük. Bugünkü videomda anamgildə qonağıq və anam öz həyətlərində saxlayıb yetişdirdiyi bir xoruzdan çox dadlı, ləzzətli və həm də sağlıqlı bir yemək hazırlayır. Sizlər üçün də maraqlıdırsa videomuzu sona qədər izləyin. Bizdə özümüz bəslədiyimiz xoruzdur, təmizdir, gül kimi əti var, həm də ki cavandır, bu ilin çolpasıdır. Buduz adı da qəşəng iridir, hinduşkaya oxşuyur. Hə, hinduşka sortudur bu. Bunun adı var, bilmirəm adına nə deyirlər. Bunun sortu hinduşka sortudur. Bərsəm ama. Hə, nə olacaq, onda da pişirmiyor. Gətirin. Qazandı. Bu bizim nənələrimizdən, babalarımızdan qalan qazandı. Bunda pişən yemək çox dadlı olur. Həm çox qaynamır, öz buğunda pişir. Həm də ki materialı yaxşıdır onun, çox gözəldir. İndiki qazanlardan deyil. İndi biraz cana su tökər üstünə. Az cana da susturlayar, çox yox. Qoyar, odda qaynasın. Soğanı da bıraq. Tökürəm ki, ət duzsuz qaynayanda dadsız olur. Sonra nə qədər duz döysə, bu ətin dadı olur. Ona görə başdan tökdüm. Bunu qoyuruq burada qazın üstə qaynasın. Hə. Yaxşı pişəndən sonra biraz lap ötməmiş düşürtməliyik ki, onu indi gedirəm soğança qoyuram. O soğança ilə də bunu tovluyur. Ondan sonra öz suyundan töküb, kartoşkasını da tökəcəyik üstünə, olacaq bu çığırtmadan da dadlı bir yemək. Qaynayır deyəsən. Hə, qəşəng qaynayır. Ətimiz pişdi, xoruzun əti pişdi. Mən onun suyunu ətindən ayırmışam. Kartoşkasını da təmizləmişəm, soğançanı da qovurmuşam. İndi mən bu ətimizi soğana qatıram. İndi soğanı tökürəm qazanımıza. Biz buna yağda közməliyik. Soğanla da ət çox gözəl qarışdı. Şimdi yandı bir Tök. Bismillahirrahmanirrahim. Yanında mən biraz duz tökmüşdüm. İndi də bax yenə biraz duz tökürəm. İmamlarımızın ihsanında olsun. Bugün cümə günüdür. Bugünkü gündə Şaban ayının günləridir. Gözəl
bir gündür. Mələklərin ehsanında olsun. Amin. Bu qaynasın. Anamın bişirdiyi yeməyin indi dadına baxacağıq. Anamın da əllərinə sağlıq. Yemək çox gözəl görünür və əminəm ki, dadı da çox ləzzətlidir, həmişə olduğu kimi. Göz haqqınızı halal edin, dəyərli izləyicilər. Allah hər kəsin evinə bol ruzi bərəkət nəsib eləsin. 1 saat ərzində yeməyimizi hazırladıq və ətin necə bişdiyini indi sizinlə paylaşacağıq. Dəyərli izləyicilər, videomuzu bəyəndinizsə, zəhmətə dəyər verib beğen düyməsini basın və kanalımıza abunə olub yorumlarınızı yazın. Sizin yorumlarınızı gözləyirik. Salamat qalın. İnşallah növbəti videolarımızda görüşənədək. Əllərinə sağlıq, mama, çox qəşəng. Çox dadlıdır. Hər bir tüyoqdan daha pişirmək olar. Təkcə ev tüyoğunu, hər bir nə olsun. Nuş olsun. Sağ olun. Ağzını koysun, desin güzel.